Bilirsiniz, uşaqların sağlam gələcəyin sirri nədə gizlənir? Düzgün qidalanmada. Balacalar gün ərzində çox hərəkət edir, oynayır, öyrənir və böyüyürlər. Bunun üçün böyük enerji sərf edirlər. Enerjini isə onlara verdiyimiz yeməklər təmin edir. Əgər qidalanma düzgün təşkil olunarsa, uşaqlar həm sağlam, həm güclü, həm də ağıllı böyüyərlər. Məktəbəqədər yaş dövrü inkişafın ən həssas mərhələsidir. Bu illərdə formalaşan qidalanma vərdişləri uşaqların həyatına təsir edir. Bağçada qidalanma düzgün və planlı təşkil edilməlidir. Bu illərdə formalaşan qidalanma vərdişləri uşaqların bütün həyatına təsir göstərir. Buna görə də bağçada verilən yeməklər sadəcə qarın doyurmaq üçün deyil, həm də uşaqların sağlam böyüməsi üçün əsas mənbədir. Əsas yeməklər və qəlyanaltılar vaxtında, balanslı formada verilməli, duzlu, şəkərli və yağlı qidalar minimuma endirilməlidir. Unutmayaq ki, uşaqların sağlam böyüməsi üçün təkcə düzgün qidalanma kifayət etmir. Bağçada onların hər gün oyun oynaması, hərəkət etməsi və fiziki fəaliyyətlə məşğul olması üçün də şərait yaradılmalıdır. Bu isə həm sağlam bədən, həm də güclü immunitet deməkdir.